Gəncə işi var yoldaşlar, Gəncə işi var. Mən sizə Gəncədə olan vakansiyalardan bəhs etmək istəyirəm. Amma bu demək deyil ki, olan vakansiyalar elə ancaq məhz bu videoda deyilənlərdir. Xeyr, o cür düşünməyin. Sadəcə diqqət çəkən variantlarına və yaxud da qarşılaşdığım variantları, belə deyim, vakansiyaları sizə təqdim edirəm. İlk öncə gəlin qısa olaraq bəhs edeyim, hansı vakansiyalardan bəhs etmək istəyirəm bu videoda. Biri misal üçün Halkbankdadır ki, təmsilçi işidir. Sonra market şəbəkəsində iş var, nəzarət üzrə mütəxəssis olaraq. Azalda iş var. Sonra müştəri təmsilçisi işi var. Sonra filial rəhbəri işi var. Kiçik mütəxəssis işi var. Marketinq üzrə mütəxəssis işi var təhsil müəssisəsində. Sonra təcrübəçi işi var, mağaza meneceri işi var, ambardar işi var. Gəlin indi bir detallı şəkildə bunlar haqqında məlumat verim sizə. Misal üçün, bu işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə, kanalda layihə vasitəsi var bu arada. Və yaxud da ümumiyyətlə iş tapanca səhvini çəkirsinizsə, onunla bağlı da yenə də həmin layihə vasitəsini yaza bilərsiniz. Misal üçün, Halkbankdakı iş Gəncə filialının ekvaring xidməti üzrə regional təmsilçi işidir. Tələblər nədir? Ali təhsilli olmalısınız və yaxud da ona bərabər tutulan təhsil səviyyəniz olmalıdır. Bank sahəsində təcrübə vacib deyil yoldaşlar. Əsas nədir? Əsas ofis proqramlarında işləmə bacarığınız olsun, Excel, Word-də və şəxsi nəqliyyat vasitəniz olsun, yəni mütləq şəkildə. Varsa bu özəllik, kompüter bilikləriniz varsa bu işə müraciət edə bilərsiniz, CV-nizi göndərə bilərsiniz. Sonra Halkbankda həmçinin KOS üzrə də müştəri təmsilçisi işi var yoldaşlar. Və yaxud ki, regional təmsilçisi idi. Bu isə müştəri təmsilçisidir, eyni bankdadır. Burada da isə tələblər var, açıq aydın bəllidir. Maliyyə, menecment və iqtisadiyyat istiqaməti üzrə ali təhsiliniz olmalıdır. Və bu sayədə 2 illik iş təcrübəniz olmalıdır, maliyyə hesabatları təhlil etmə bacarığınız olmalıdır. Və yaxud ki, daha çox şərtli olan bir işdir. Keçirik Oba marketdəki keyfiyyətə nəzarət üzrə mütəxəssis işinə Allah qoysa. Deməli, bu işdə yoldaşlar ali təhsil olmalısınız. Qida təhlükəsizliyi, keyfiyyətə nəzarət və audit sahəsində minimum 1 illik iş təcrübəniz olmalıdır. Sonra qida təhlükəsizliyi idarəetmə sistemləri üzrə biliklərə sahib olmalısınız. Avtomobiliniz olmalıdır. Bundan əlavə Azalda iş var yoldaşlar. Azaldakı iş Gəncədədir. Deməli, yanacaq sürtkü materialları üzrə mühəndis işidir yoldaşlar. Doldurma şöbəsində. Tələb nədir? Minimum 3 illik iş təcrübəniz olmalıdır. Ali təhsiliniz olmalıdır. Ofis proqramlarını bilməlisiniz. Gəncə Beynəlxalq Hava Limanındadır. Xarici dil tələbdə olmalıdır. Sonra Paşa Bankda iş var. Gəncə filialının rəhbəri işidir. Məsələn, burada 6 ildən yuxarı iş təcrübəniz olmalıdır. İngilis dilini orta, rus dilini orta bilməlisiniz, kompüter bilikləriniz olmalıdır. Təhsil səviyyəniz, daha doğrusu, texniki sərişti olaraq da bankın məhsul və xidmətləri barədə məlumatlarınız olmalıdır, müvafiq qanunvericiliyi bilməlisiniz. Bunlar fikir verdinizsə, biraz çətin işlərdir yoldaşlar. İndi ola bilər aranızda kimlərsə bu bilik və bacarıqları daşıyır. Amma videonun başında ən birinci dediyim vakansiya daha uyğun vakansiyadır. Daha çox insanın müraciət edə biləcəyi işdir. Və düşünürəm ki, indi deyəcəyim növbəti vakansiyalardan da arasında az şərtli olanlar olacaq. Və bir daha xatırlatmaq istəyirəm ki, bu vakansiyalar olan, daha doğrusu burada deyilən vakansiyalar o anlama gəlməməlidir ki, Gəncədə olan işlər bunlardır. Xeyr, Gəncədə bəlkə də dahi işi də var, xadimi işi də var, başqa işlər də var. Mən sadəcə məhz bu videoda bugünləri sizə bunlardan bəhs edirəm. Deməli, müştərilərə satış və xidmət üzrə də işçiyə ehtiyac var Gəncədə. Azərbaycan Beynəlxalq Bankında olmalıdır bu. Bu 1 illik iş təcrübəsi tələb edir, korporativ müştərilər iş sahəsində. Sonra təhsil mərkəzi var, Landoda. Orada da iş var, marketinq üzrə mütəxəssis. Bu 3 illik iş təcrübəsi tələb edir. Bundan əlavə mağaza meneceri işi var. Bir də təcrübəçi işi var, bir də ambardar işi var. Gerdə qalanlar bu 3 dənə işdir yoldaşlar.
Bu işdən də bəhs etmək istəyirəm mən sizə. Gəlin ilk öncə çətin olan variantından da bəhs edeyim. Embavutda mağaza meneceri böyük ehtimal çox şey tələb edəcək. Çünki menecer işidir. Bəli, bu sizdən müvafiq sahə üzrə ən azı 3 illik iş təcrübəsi, təhsil tələb edir, ali təhsil tələb edir. Embavutda mağaza meneceri işidir. Keçək mikro biznes müştərilər üzrə təcrübəçi işinə, kiçik mütəxəssis işinə. Bu sizdən bank sahəsində minimum 1 illik iş təcrübəsi tələb edir. Riyazi bilikləriniz olmalıdır, ali təhsiliniz olmalıdır. Bu əslində təcrübəçi işidir, amma zəif tələb eləməli idi. İş təcrübəsi tələb eləməyə də bilərdi, amma tələbi var. Gəncə şəhərində yoldaşdır, bir də dövlət qurumunda anbardar işi var. Gəncə şəhərində 800 manatlıq 5 günlükdür. Səhər saat 9-dan axşam 6-ya kimidir. Standart ofis iş şəraitidir. Ən az 2 illik iş təcrübəniz olmalıdır, ali təhsiliniz olmalıdır, ofis proqramlar və bir şey üzrə bilikləriniz olmalıdır. Bu işlərdə müraciət etməyə dəstək istəyirsinizsə və ya da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə kitab müəssisəsini çəkirsiniz, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz.